Çox sağ olun, dəyərli Sahibə xanım. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında dəyişiklik Cənab Prezidentin 2021-ci il 21 avqust tarixli 1433 nömrəli fərmanının yarımbəndinə əsasən binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarının və Cənab Prezidentlə razılaşdırmaqla təsdiq edilməsi sənədi əsasında hazırlanmışdır və bu göstəriş əsasında Energetika Nazirliyi bu qanun layihəsində dəyişiklik edilməsini zəruri bilir və bu qanun layihəsi qeyd edək ki, layihə əsasən enerji effektivliyi üzrə binaların pasportlaşdırılmasının məcburiliyi olan bina kateqoriyalarını müəyyən etmək tələb olunur və tətbiq dairəsini genişləndirərək istisnaları da müəyyən etmək üçün hazırlanmışdır. Burada xüsusilə qeyd etmək istərdim ki, Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli qərarı ilə binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib və eyni zamanda Şəhərsalma və Arxitektura Komitəsinin də kollegiyasının qərarı da buna uyğunlaşdırılıb ki, 2022-ci il 10 iyul tarixində, yəni bu binaların istilik mühafizəsi və layihələndirmə normaları təsdiq olunub. Bugün də həmin binaların, belə deyək ki, enerji effektivliyi pasportlarının verilməsi üçün qanuna, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqındakı qanuna, qanunun 17-ci bəndinə 17.3-cü maddə əlavə olunur və burada bir xüsusi məqamı qeyd etmək istəyirəm ki, bu beynəlxalq təcrübədə də bu var. Yəni, məndə bir cədvəl hazırlamışıq. Azərbaycanın həm Avropa İttifaqının qonşu ölkələrdən Türkiyə ilə, Gürcüstanla, eyni zamanda Birləşmiş Krallıqlarla olan münasibətlər sistemi ilə Azərbaycanın bu qanun layihəsini olunacaq dəyişiklik arasında belə deyək ki, oxşarlıqları əsas odur ki, biz Azərbaycan Respublikası bugün dünyaya enerji ixrac edir və eyni zamanda biz enerjinin səmərəliliyinə belə deyək ki, diqqət yetirilməsi elə yeni enerji mənbəyi rolunda çıxış eləyir. Araşdırmalara görə Azərbaycanda bugün istismarda olan binaların ortalama 1 kvadrat metri sahəsinə ildə 250 kilovat-saat ilkin enerji sərf olunur. Və məsələn, Almaniyada bu 175 kilovat-saatdır. İtaliyada 160 kilovat-saatdan çox olduqda qeyri-effektiv sayılır. Və ona görə də biz bu qanun layihəsində dəyişiklik etməklə yeni normalar müəyyənləşdirəcək. Yəqin ki, bu normalar bizim enerji effektivliyimizin binalarda artırılmasına gətirib çıxarılacaq. Eyni zamanda enerji resurslarından səmərəli istifadəyə gətirib çıxarılacaqdır. Günün aktual məsələlərindən biridir və hesab edirəm ki, bu pasportlaşmadan da sonra Azərbaycanda yeni bir bu sahədə bazar münasibətləri formalaşacaq. Bilirsiniz ki, biz binaların kateqoriyaları A, B, C kateqoriyaları artıq bölünmüşdür və D, Y kateqoriyaları 2000-ci ilə qədər olan binalar sayılırlar və bunlar da yeni tikilən binalara və yenidən təmir olunan binalara birbaşa icbari qaydada tətbiq olunacaq. Həyət evləri, digər yardımçıları isə könüllü formada, belə deyək ki, enerji effektivliyi haqqında pasportu almaqla bağlı müraciət edə bilərlər. Deputat həmkarlarımı bu qanun layihəsinə, əhəmiyyətli qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.